Azərbaycanda bambulluq eləyənin trendi var. Niyə? Çünki bizim insanlar bu dəqiqə Velzara tamaşalırlar. Velzarın canlısında, Baboşun canlısında, Cüccənin canlısında, Timanın canlısında, nə bilim, çoxlu perpetuklar var da. Onların canlısına girirlər. O nakolka qıçında olanların, bizim millətin nəfsini kəsmək olmur. Qadınların canlısına, lüt qadınların girirlər. Bax bu dəqiqə belə şeylər partlayır. Bu dəqiqə kişilikdən, mənlikdən danışırsan, mümküniyyət yoxdur, heç kim baxmır ona. Gəlirlər bizə də lağ edirlər ki, sən deyirsən ki, Azərbaycanda yaxşı oğlanlar filandır, bəhməndir, qeyrətli oğlanlara qurban olun. Siz belə insansınız. Bugünkü gündə mən görürəm da, sizi kimi insanları ancaq Velzar kimlərin canlısına girirsiniz, Velzar kimlərlə maraqlansınız, bunlara da əhəmiyyət verən, bunlara da patlaşka verən o qadınlar var ha. Altdan o odu, spişkan vurup odu yandıran o qadınlar var ha. Bax olardı. Bunları pöhrədən bax olardı. O qadınlardı. O qadınlardı. Lətvəsi yaxşılardan uzağa. Həmin o qadınlardandı. Bu transı, petuğu, lezbiyankanı bu ortaya çıxardanın, bu camaatı bu vəziyyətə salanlar. Həmin o qadınlardı. Kimlərdir amma bilinmir. Bəli əzizləyicilər, indi düzgünlük keçmir. Ancaq siz Velzar kimlərə baxa bilərsiniz. Velzardan indiki gələcəkdə görmüsən, Eysəvər deyir ki, bundan sonra pöhrələnən, gələn insanlar hamısı mənə kimi gözəl olsun, mənə oxşasın. Bax da, qabağımıza çıxanlar budur. Kimdir bunlar? Bunlar, bax budur, bax, bunlar. Həmin insanlar budur. Velzardır, Baboşdur, Timadır, nə bilim, perpetukdur, hamısı budur. Qiriyyətli oğlanlar bax, o göynüzündədir. Bax o şəhidlərimiz, o qazilərimiz, o veteranlarımızdır.